Peyğəmbərin bəzi zarafatları var. Az zarafat eləyib tarixdə qeyd olunub Peyğəmbərin zarafatları. Bir qoca qadın idi. Gəldi dedi, ya Rasulallah, dua elə mən cənnətə gedim. Baxdı ona dedi ki, qoca qadınlar, qarılar cənnətə getməz. O narahat halda çıxdı Peyğəmbərin yanından. Oturdu məscidin qapısının yanında. Bilal gördü onu. Gördü ki, oturub narahatdır. Dedi, niyə narahatsan? Dedi ki, və Peyğəmbər mənə dedi ki, qocalar cənnətə, qoca qadınlar cənnətə getməz. Mən də ona narahatam. Ki, cənnətin qapısı mənim üzümə bağlıdır. Bilal dedi, darıxma. İndi gedib məsələyi həll eləyərəm. Gəldi Peyğəmbərin yanına. Dedi, ya Rasulallah, o qarı çox narahatdır ona belə demişsiniz. Peyğəmbər baxdı, dedi ki, Bilal da qara idi zənci. Dedi, qaralar da cənnətə getməz. Yəni, sən ged öz dərdi çək, gəlmirsən ona vasitəçilik eləməyə, sən ged öz dərdi çək, qaralar da cənnətə getməz. Bilal da gəldi, narahat oturub, Abbas gəldi Peyğəmbərin əmisi. Gördü, Bilal oturub, narahatdır, nə olub, danışdı. Dedi, gedin, mən də şəfaət eləyərəm sizin üçün. Gedir Peyğəmbərə deyəndə Abbas, Peyğəmbər baxır, deyir, qoca kişilər də cənnətə getməz. Bunu deyəndə görür ki, narahat oldu. Ondan sonra deyir, o qadını da, Bilalı da çağırın. Peyğəmbərin nəsihəti də bir, zarafatı da bir nəsihətdir, moizədir. Çağırır, deyir, məyər eşitməmişsiniz ki, cənnətə daxil olmamışdan əvvəl insanlar bir bulaqda yunarlar ki, həm cavanlaşarlar, həm də üzü ağ olarlar, rəngləri ağarar. Siz cənnətə daxil olacaqsınız, qocalar daxil olmaz. Bu mənaya dedim ki, əvvəl cavanlaşdırıb sonra daxil eləyərlər, qoca halda yox. Onlar deyir, şad olurlar. Peyğəmbərin bu hədisindən də bəlli olduğu kimi, cənnətdə nə cismani, nə ruhi bir nöqsan olmaz insanlarda. Nə cismani bir nöqsan olar, nə də ruhi bir nöqsan olar.